Oldu getdi. Sual varmı? Hər hansı bir sualımız varsa suallarımızı verək. Əmək münasibətləri ilə bağlı məsələlərdə yenə qeyd edirəm ki, əslində qanunvericinin tələbinə uyğun olaraq icmadan soruşaq. Əmək münasibətləri ilə bağlı var mı sualımız? Var mı sualınız? Sualınız var mı? Görmedim sualımızı. Ne oldu bundan birden canlı bağlantımız dondu öyle bir. 15 gelir. Var sualımızı verək. Suallarımız var mı? Deməli, əmək münasibətləri ilə bağlı məsələlərdə ən çox bizim deməli rastlaşdığımız məsələlər işçilərin qeyri-qanuni olaraq işdən çıxarılmasıdır və bəzən görürsünüz ki, hər hansı bir yaxınlarınızdan kimsə rəhmətə gedir, həmin gün işə gedə bilmirsiniz və bəzən görürsünüz ki, bunu hər hansı bir töhmətlə, xəbərdarlıqla, şiddətlə mübahisələndirilir və ən əsası çox zaman həmkarlar təşkilatı deyilən bir qurum var ki, həmkarlar təşkilatının qərarı ilə işçi işdən çıxarılsa da sonucu olaraq həmkarlar təşkilatının qərarında konkret olaraq işçinin deməli qərar həmin şəxsə təqdim olunmayıbdır və bəzi hallarda görürsünüz ki, müəyyən saxta sənədlər təqdim etməklə göyə bu məsələnin Həmkarlar İttifaqı tərəfindən tənzimlənməsi və s. ilə bağlı məsələləri irəli sürürlər. Və yenə qeyd edirəm ki, əmək münasibətləri ilə bağlı məsələlərdə hər hansı bir probleminiz yarandığı təqdirdə ilk öncə əmək müfəttişinə bununla bağlı müraciət edə bilərsiniz. Daha sonra əmək müfəttişi bu məsələyə baxmalığı təqdirdə siz bunu mübahisələndirə bilərsiniz. Mediasiyadan sonra isə məhkəmə yolu ilə bunu mübahisələndirməklə müəyyən mənada belə deyək, işimizin tənzimlənməsi yollarını araşdıra bilərsiniz. Sizcə ümumiyyətlə işçinin əmək pozuntusu deyiləndə nə başa düşülür? Bax, mən bilmək istərim, əmək pozuntusu deyiləndə nə başa düşülür? Əmək pozuntusu nədir ümumiyyətlə? Daha doğrusu əmək pozuntusu varmı? Varmı? Əmək pozuntusu varmı? Əmək pozuntusu yerə, əmək pozuntusu varmı görək? Varmı əmək pozuntusu? Bax, mən burada iki seçim elədim. Birində qeyd elədim əmək pozuntusu varmı? Birində qeyd elədim ki, əmək pozuntusu yoxdur. Əgər əmək pozuntusu varsa, var deyənlər